Ağcabədi Regional Asan Xidmət Mərkəzinin kino zalında rejissor Ruslan İbrahimlinin rayonlarda filmin inkişafı proqramı çərçivəsində ərsəyə gələn Müharibədən sonra bədii filminin qala gecəsi baş tutub. Prodüseri və başrol ifaçısı Elmin Maşallahoğlu olan ekran əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Qala gecəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə ilk olaraq filmin ssenari müəllifi və rejissoru Ruslan İbrahimlinin video müraciəti nümayiş olunub. O, filmin ideyası və çəkiliş prosesi barədə məlumat verib. Daha sonra çıxış edən filmin prodüseri və başrol ifaçısı Elmin Maşallahoğlu obrazı canlandırarkən keçirdiyi psixoloji gərginlikdən və filmin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan danışıb. İlahiyyatçı Cavidan Aslanov isə mövzuya mənəvi prizmadan yanaşaraq öz fikirlərini bölüşüb. Gözləniləndən daha çox qonağın qatıldığı premyerada film böyük marağa səbəb olub. Ekran işini izləyən tamaşaçılar duyğulu anlar yaşayıb. Vətən fədailərinin taleyindən bəhs edən səhnələri göz yaşları ilə qarşılayıblar. Nümayişdən sonra film ətrafında geniş müzakirə aparılıb. Şəhid Dilsuz Qarayevin atası Məmmədağa Qarayev və anası Cəvahir Hacıyeva çıxış edərək şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində belə layihələrin vacibliyini vurğulayıblar. Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin sektor müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin zabiti kapitan İlkin Aliyev, filmdə rol alan aktyor Teyyub Əliyev və digər qonaqlar filmin bədii keyfiyyətindən və bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətindən söz açıblar. Tədbirin sonunda filmin ərsəyə gəlməsində və premyerasının təşkilində göstərdiyi dəstəyə görə Ağcabədi rayon İcra Hakimiyyətinə dərin minnətdarlıq ifadə olunub.